İlham Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya. Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. O, Azərbaycan prezidenti İlham Əliyevin 9 may faşizm üzərində qələbə münasibəti ilə Moskvada keçirilən hərbi parada və tədbirlərə qatılmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Xarici İşlər Nazirliyinin rəsmisi iki ölkə arasında müşahidə olunan gərginliyə münasibət bildirib. Moskva-Bakı ilə münasibətləri 2022-ci ildən imzalanmış müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əsasında qurur. Rusiya bu sənədin bütün potensialını üzə çıxarmaq və yaranan bütün məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək əzmindədir. Qeyd edək ki, Azal sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Eləcə də bu hadisədə günahlı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Eyni zamanda bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azərbadamovun Rusiyaya girişinə qadağa qoyulub. O, Moskvada aeroportda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib. Bütün bu amillərin Azərbaycan prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.